Cəlilabadın 23 qadın yazarı adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbir rayonun Heydər Əliyev mərkəzində baş tutub. Mərasimdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra tədbiri Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və torpaq vətən uğrunda canlanan keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlanıb. Tədbirin icra müəllifi, rəhbəri və sponsoru tanınmış publisist, Həqiqətlə Üz-üzə qəzetinin baş redaktoru Elbəy Salmanovdur. Layihənin məqsədi Cəlilabadda fəaliyyət göstərən qadın yazarların yaradıcılığını işıqlandırmaq, onların ədəbi dünyasını oxucuya daha yaxından tanıtmaqdır. Kitabın müəlliflərindən biri olan şairə Mətanət Sevdalı çıxışında layihənin əhəmiyyətindən danışaraq, qadın söz sahiblərinin ədəbiyyatda təmsilçiliyinin gücləndirilməsinin vacibliyini vurğulayıb. Təqdimatda Cəlilabad rayon icra hakimiyyətinin nümayəndələri, ictimaiyyət və media təmsilçiləri, yazıçılar və oxucular iştirak ediblər. Qonaqlar arasında xalq artisti Nurəddin Mehdixanlı, Yeni Gün qəzetinin baş redaktoru Aydın Hüseynov, Cəlilabad rayonu Ağsaqqallar Şurasının sədri Ədalət Əsgərov, müəllim və şairlər Əfrahim Abbasov və Sabir Əbalov, şair və publisist Məlikə Göyçəli, Əsrin Ziyalıları jurnalının Moskva üzrə xüsusi müxbiri Nisə Aslan Sadiq və jurnalın redaktoru şairə Kəmalə Rəhimli də yer alıblar. Tədbirin ən duyğusal məqamlarından biri isə şəhid ailələrinin iştirakı olub. Şəhid Muxtar Babayevin valideynləri Aydə Babayeva və Rəhman Babayev, şəhid Famil Ağaşovun anası Mədinə Ağaşova, eləcə də müəllim və şəhid atası İlqar Nadirov tədbirə qatılıblar. Kitabda müxtəlif şairələrin şeirləri, əsərləri dərc olunub. Bunun üçün də Elbəy müəllim layihənin rəhbəridir. Bunun üçün ona böyük təşəkkürümüzü bildiririk. Bu gözəl, nəfis kitabı çap eləyənlərə, bu tədbirin təşkilatçılarına təşəkkür edirəm. Çünki bu günləri burada adları çəkilən həm də Azərbaycan qadınlarıdır. Bu günlər onlara bir xoşbəxtlik burada yaşadıldı. Məncə çox gözəl bir sözdür. Qadını xoşbəxt olmayan cəmiyyət, millət xoşbəxt ola bilməz. Mən Cəlilabad Qadın Yazarları ədəb məcmuəsində 23 nəfər Cəlilabaddan olan qadın yazar şairlərin, yazıçıların, jurnalistlərin əsərini daxil eləmişik. Mən onların hər birinə yaradıcılıq uğurları arzu edirəm və düşünürəm ki, inşallah belə işlərimiz, belə təqdimatlarımız davamlı olacaq. Bugün çox xoşdur ki, Cəlilabadda mən dəvət almışam, bir qonaq kimi iştirak elədim və burada bizim Əsgər Yazıçılar Birliyində, eləcə də Cəlilabadda boya başa çatdırmış elm adamları, xadimlər, tanınmış incəsənət adamları iştirak elədi. Tədbirin sonunda qonaqlara Cəlilabadın 23 qadın yazarı kitabı təqdim olunub, iştirakçılarla xatirə şəkilləri çəkilib və gələcəkdə bu istiqamətdə daha geniş layihələrin reallaşdırılması üçün təkliflər səsləndirilib. Könül Kazımova, İlqar Mustafayev bugün informasiya proqramı üçün.